Həbsxana jargonunda bir dostumuz demək, İVS-də birindən söhbət edirəm. Bu 1 kilo narkotiklə tutulub. 1 kilo narkotik də 12 ildən başlayır da, elə bilin ki, o gerayin. Deyim, qardaş, sən nə edirdin və bu belə elə deyir, qardaş, hara getdiyimi bilirdim də, nəyə getdiyimi bilirdim. Tural Abbas da dünənin uşağıdır. Yəni yarım səhifəlik bioqrafiyası var. İmplant dişdir, implant. O cür adamları ifşa eləmək asandır. Çətini zülmü bizdən asıdır. O kök dişlər var, çəniyə bağlı, yəni sistemə bağlı. Onları ifşa eləmək çətindir. Sistemdir çünki. Paralel olaraq oturub cəmiyyətin şuurunun üzərində oturub. Turala da mən artıq biraz acıyıram ki. Yəni Azərbaycan elə bir cəmiyyət. Amma onu həm də bir dostcasına sancırsan. Vallahi heç vaxt təhqir eləməmişəm də. Elə sadəcə siyasətçi kimi bax özü otursun düşünsün ki, mən siyasətçi kimi rolum nədən ibarət? Və Ədliyyə Nazirliyində müxalifət partiyası adı altında qeydiyyatdan keçmişəm, düzdür. Lider TV-də ofisim var. Məsələn, bölümdə başıma adam yığmışam. Mən müxalifətəm deyirəm də, düzdür. Gedib bax güzgüdə özünə sual versin ki, Tural, sən doğrudan müxalifətsən. Özü özünə səmimi cavab verib, sonra gəlib yəni başa düşdün ki, kəramət onunla nə problemi ola bilər də. Deyərək düz deyir də bu kəramət. Cinayət törədən insanların %80-i onun məsuliyyətini dərk eləyərək o prosesə girirlər. İndi Sevinç xanım, biz Azərbaycanda fəaliyyət göstəririk də, siz jurnalist kimi, mən siyasətçi kimi. Biz harda nəyin necə olduğunu bilirik də. Bizim belə toz pəmbə xəyallarımız yoxdur ki, Tural müəllim gəlin yuxarı başa